Kavanlar çəkiliş başlayır. Oy nənən qurban, tamam yadımdan çıxıb. Gedək. Gedək başına dön. Gəl. Gəl, 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 gəl. Tez, tez, tez. Getdik. Aşık olmadan. Nənən qurban, mahnı oxursan. Nə mahnısıydı o elə? Gül, seni yarışır. Sen gül, sana yaraşır gül. Təzə mahnındır. Təzə yazmısan, hə? Ben niyə mənim xəbərim yoxdur? Kimin üçün yazmısan bu gülü? Sen. Mənim üçün. Çox sağ ol nənə qurban. Amma veriliş aparmaq lazım deyə. Bu gün nə verilişin adı nə idi? Əsma Nur. Əsma Nur'u hardan çıxartdın? Əsma Nur nə idi? Salam əziz dostlar. Ömür verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür. Nənən sənə qurban olsun gözlərinə. Nənə sənə qurban olsun gözlərinə. Başladıq. Bugünkü qonağım Kamal nənə. Ay yox, Kamal ağazadə. Kamal Ağazadə səni yesin elə. Necəsən Ömür? Yaxşıyam. Mən verilişimə çağırmısan. Bəli. Nənə, sən nə işləyirsən? Səni hansı maraqlandırır? Bax, mən mətbəxdə də işləyirəm. Mən ofisdə də işləyirəm. Hansını deyim? Ofis. Ofis, hə. Ofisdəki işimlə mən uşaqların müdafiəsini həyata keçiririm. Müdafiə bilsən nədir? Yəni, sənin kimi balacaları qoruyuram. Yazıram ki, bu uşaqları qorumaq üçün nə lazımdır. Nənə, böyüyən sən kimi uşaqlara baxa bilənəm. Böyüyəndə mənim kimi uşaqlara bax. Onda gərək çox oxuyasan. O qədər çox oxuyasan, gecə-gündüz oxuyasan. Telefondan yox da, amma oxuyasan. Kitab oxuyasan, hellas. Müəllimə, Özür oldum müəllimə, hə. Kamal nənə, Bəli. Zəhmi müəllimə deyir ki, biraz verəcəm telefonu Kamal nənəyə baxarsan. Bax. Zəhra müəllimə demişdi, hə? Bəs sən Zəhra müəlliməyə dedin ki, uşaqlara telefon vermək olmaz. Və ya telefonu verəndə çox az vaxta vermək olar. Nəzarət eləmək lazımdır ki, uşaq nəyə baxacaq, düzdürmü? Nəyə baxırsan sən televizorda, telefonun televizorunda? Nəyə baxırsan? Muhtimə. Multfilmə baxırsan, cizgi filminə baxırsan, hə? Bax, burdan dostlarına nə demək istəyirsən? Cizgi filminə də çox baxmaq olmaz axı. Adam yorular, başı ağrıyar, hə? İndi biz buradan valideynlərə də deyək ki, əziz valideyn, əlimizi salaq. Əlimizi, ay sağ ol. İkimiz bir yerdə deyək, əziz valideynlər. Uşaqlara telefonu verməyin. Verəndə də ancaq öz nəzarətinizlə verin. Məsələn, ömür 10 dəqiqə, ən çoxu 15 dəqiqə, hə, ömür. Bir gündə baxır cizgi filminə. Hansı cizgi filminə baxırsan? Muhtimə. Multfilmin adı nədir? Hansıdır? Maşaya. Maşaya baxır. Yox, Maşaya. Hə, Maşa. Maşadır. Təzə multfilmdir o. Maşadır. Bunlara baxanda nəzarət eləyin ki, onlar tez-tez onu çəkirlər. Siz bilməyə bilərsiniz ki, o nəyə baxdı? Bəlkə elə şeyə baxacaq ki, heç o ona aid olmamış olsun. Hə, ömür? Məsələn, sən baxmırsan ki, başqa heç nəyə. Ancaq elə marşaya baxırsan, belə eləyirsən. Sonra kim alır o telefonu səndən? Nənə alır. Nənə alır. Sonra kim alır? Zəhmi müəllimə. Sonra kim alır? Zeynəb. Bəs salam, bəs. Əsnəmə kadrlar mütləq yerinə düşür. Nənə, sən toyda kim böyüdü? Məni Elnuş nənəm böyütməyib, mənə öz nənəm böyüdüb. Niyə? Necə niyə? Bəyəm nə? Sənin də Elnuş nənəm böyüdüb deyən 4 ayla. Mənə də Elnuş nənəm böyütməlidir. Ədəm, mən doğulanda Elnuş nənəm yox idi heç dünyada. Hə? Sonra mən öz nənəm böyüdüb. Mən 4 ayımdan elə sənin kimi nənəm böyüdüb. Anam oxuyurdu, atam da işləyirdi. Mən balacaydım, çıqqılıydım.
Mənə baxan yox idi. Çünki onlar işləyirdilər, oxuyurdular. Nənəm bir gün gəldi, dedi ki, verin, aparım mənim yanımda qalsın, biraz böyüsün. Həm də xəstələnmişdim axı. Baxmamışlar mənə, xəstələnmişdim, vaxtları olmamışdı. Hə, yəni mənə 4 ayından nənəm böyüdüb. Sən belə maraqlı suallar verirsən, Ömür. Hansı nənə idi? Adı nə? Onun adı Zöhrə nənə idi. O indi Başını bağlamışdı. hə, başı bağlı idi. Başı yaylığı var idi belə, örtülü yaylığı var idi. Çox qəşəng nənə idi. Belə bağlamışdı. Elə bağlayırdı da, elə də bağlayırdı. Məktəbdə dərs deyirdi. Müəllim idi. Mənə qəşəng nağıllar danışırdı. Mənə deyirdi ki, uşaqlarla dost olmaq lazımdır. Uşaqların dostu olmaq lazımdır. Nənəm mənə hər gün qatar nağılını danışırdı. Çünki mən anamı, atamın yolunu gözləyirdim. O da mənə qatar nağılını danışırdı. Deyirdi ki, axşam qatara minəcəklər, hastala, pustala gəlib çatacaqlar. Kəmalə də yuxudan oyanacaq, görəcək, ay, atası ilə anası gəlib. Necə ki, Ömür də bir gün yatıb duracaq, görəcək ki, ay, kim gəlib? Atası, anası. Afərin, atası ilə anası gələcək, mütləq gələcək. Mütləq. Sən hələ nənələrin yanındasan, hə? Nənə, Bəli. Səidə hanı balaca Səidə? Səidə artıq ata-anasının yanındadır. Mən düşünürəm ki, hər bir uşağın haqqıdır ata-anasının yanında olsun. Hər bir uşağın. Səbəbi nə olur olsun, uşaqlar valideynlərinin yanında böyüməlidirlər. Sual? Nənə çox qutardı. Yo, hələ deyəm. Az qalıb. Az qalıb, nənə qurban, az qalıb. Hə, indi suallarımızı cavab veririk, gedirik marşaya baxmağa. 15 dəqiqə marşaya baxacağıq, icazə verəcəm. Tamam? Yox, marşaya baxmayacağam. Nəyə baxacaqsan? Sənə. Mənə baxacaqsan, başa düşdünüz? Mənə, yəni TikTokda mənə. Belə. Şimdi telefonda baxacağam. Zəhra müəllimə tapar, təşkil eləyər. Nənə, sən Superman olasan, mən böyüyəndə Superman olacağam. Nənən qurban, mən uca böyümüşəm. Yox, mən Superman deyiləm. Amma mən istəyirəm ki, sən super oğlan olasan, super kişi olasan, super ata olasan, super insan olasan. Olacaqsan? Ya Rəbbim, o günü görəydim. Olacaqsan, nənə qurban. Mütləq olacaqsan. Zəhra müəllimə də qocalacaq. Zəhra hamı elə bilsən mən qocalmayacağam. Belə gələcəm. Mən qocalanda nə edəsən? Gələcəm. Hara? Sənin yanını götürməyə. Neyniyəcəksən? Aparacağım evinə. Aparacaqsan. Zəbərcəh nənənin yanına qoyacağam. Zəbərcət nənə, yəni mən qocalanda elə eləyəcəksən, hə? Mən qocalanda mənim pulum olmayacaq. Olacaq. Olmayacaq. Qocaların pulu olmur ki. Bəs Az olur pulları. Bəs çox. Sən mənə pul verəcəksən. Hardan verəcəksən? Hamısını verəcəm. Hamısını verəcəksən mənə. Məndə bir dənə qalacaq. Sənə hamısını verəcəm. Hamısını mənə verəcəksən, nənə qurban. Nənə, mən bir matımı hacaq verəsən. Nənə qurban. Bir il bundan qabaq 1 manat vermişdilər sənə, səhv eləmişdilər, öldürəcəm o stolları. O 1 manata görə sən hər gün deyirsən, mən 1 manatımı haçaq verəsən. Nə vaxt istəsən, böyük məktəbə get, eyb yoxdur. Ləli-gülləli almaq üçün verərəm o 1 manatı gedər də, neyniyək də. Ya da bəlkə belə eləyək. Bu günləri gedək mağazinə, marketə. O 1 manatı verin, mənim canım qutarsın da. Kimi? Mənim. Yox. Qalsın, növbəti ilə qalsın o 1 manat. Hə, sən verəm onu. Çox sağ ol, çox sağ ol. Amma mən qocalanda dedim, nə edəcəksən? Çoxlu pul verəcəm. Mən o pulu nəyə xərcləyəcəm? Qocalar nəyə xərcləyir ki, dərmanlarına? Ondan başqa nəyə xərcləyəcək ki? Gedəsən aptekdən dərman alıb gələrsən. Olmaz ki, insanlar xəstələnməsin.
Heç Olmaz. dərman almasın. Alsın. Almasınlar. Niyə? Bax görsən sənin qızdırman var idi, Nurəfən içdin. Niyə? Eləyək ki, xəstələnməyək də. Məsələn, sən vaxtında corabını giysəydin, indi qızdırmalı olmazdın, hə? Gülmədim. Mənə niyə deyirsən? Məncə geyinməmişdin ki. Anne, niyə qızımın qalxdı? Olur da, hərdən olur. Odan. İndi əlimizi çəkək bir baxım görüm sifəti. Belə də ki, yoxdur artıq. Artıq yoxdur, bayaq var idi. İndi yoxdur. Yaxşıyıq. Nənə, mən sənin üçün görəndə mən sənə olum. Sən onsuz da elə mən sən görən günü bax bu boydaydın, dıbışıydın. Görən günü dedim ki, bu mənim nəvəmdir, bu mənim canımdır, bu mənim ürəyimdir. Nənəsinin başının tacıdır, nənəsinin sevgisidir, aşkıdır. Bəyəm sən təkcə nənə sevir. Səni bütün Azərbaycan sevir, sən o bilirsən. Gülşən doktor sevmir məni. Niyə sevmir? Gülşən doktor da səni sevir, hamı səni sevir. Bəs Atəm müəllimə? Aytən müəllimə də sevir səni. Sonra Nəlmin mən. hamısı elə bir adam yoxdur ki, ömrü sevməmiş olsun. Var bəyəm elə bir adam? Yox, məncə yoxdur. Hə, nənən qurban. Nənə, sanatoriya gedə bilərəm. Sanatoriyaya əgər istəyirsənsə gedə bilərsən. İstəyirsən. Hə, bu arada onu da deyim ki, Səhiyyə Nazirliyinin tabeçiliyində uşaqların sağlamlığı üçün hər bir şəraiti olan sanatoriyalar var. Əgər uşaqlarınızda bir problem varsa, onları sanatoriyalara yerləşdirməklə siz onların səhhətlərinə qovuşmasına köməklik göstərmiş olacaqsınız. Müxtəlif yaş kateqoriyalarıdır. Daha çox somatik istiqamətdə fəaliyyət göstərən sanatoriyalar. Məsələn, Ömür həmin o sanatoriyalardan birində 2 ay müddətində olmuşdu keçən il. Baxın, görün nə qədər xoşuna gəlib ki, indi də o sanatoriyanı deyir. Sanatoriyada maraqlı nə idi? Nə var idi? Nə yeyirdiniz, nə içirdiniz, nə yeyirdiniz? Mən bilirəm, sən müdirin otağından çıxmırdın bala. Onu bilirəm. Sonra nə olurdu? Kimin otağını? Gülşən müəllimənin otağına, Gülşən doktorun otağına. Yeni yedim orada. Mənə demə, o da oradı, nə edirdin? Yeni yedim orada. Nə edirdin? Otururdun, nə deyirdin? Kəmalə nəniyə baxaq. Hə? Ona da deyirdin. Kimə? Gülşən doktora. Bilirəm, xəbərim var. Nənə, sən bizdən heç gizləndə şokolad yeyirsən. Gizlində nə yeyirəm? Şokolad. Şokolad qoyursunuz. Şokolad qalıb yeməyə. Dağıtmısınız daş dəmirin malını, xəbərim var. Dağıdırsınız yenə daş dəmirin malını. Hay bana bir durun, hərrənin bir qəşəng hava var, bəlkə doymusunuz. Sən bilirsən ki, şokolad yemək çox ziyandır. Bəli. Bəs onda niyə yeyirsiniz? Mənə bala şokolad gizlin. Hə, olub, uşaq vaxtı olub. Mən də gizlin yemişəm, alıram boynuma. Uşaq vaxtı gizlin şokolad yemişəm. Sonra o qədər şokolad çox yemişdim ki, səpmişdim, başlamışdım belə qaşınmağa. Sən də qaşınırsan. Gecə görürdüm qaşınırsan, çünki çox şokolad yemişdin. Şokolad yemək, ora nə deyirik? Deyirik ki, çox şokolad yemək olmaz. Eşq olsun sənə. O da qurtdalama, orada şokolad heç yoxdur. Nənə, Bəli. biraz nereye baxım da? Biraz nəniyə baxmaq məsələsinə qayıdarkən biraz nəniyə baxım o deməkdir ki, yəni bizim uşaq sığınacağı səhifəsinin adı yox hələ. Uşaq sığınacağı səhifəsi var Instagramda, TikTokda, Facebookda. Onları izləməkdə siz də davam eləyin. Ömür yaşda olanlar isə 10 dəqiqədən artıq baxmasınlar. Ömür onu nəzərdə tutur əslində. Nənə, qutarda çəkilmiş. Yox, hələ qutarmır. Qutarsın. Və sən deyirdin ki, mən saatlarla çəkiliş eləyə bilərəm, nənə. Mən saatlarla qonaqlarla söhbət eləyə bilərəm. Və nə oldu? Biz evə getmək üçün bu çəkilişlərimizi eləməliyik ki, bitsin. Oyuncaqlarımızdan da buradakı dinozavrdan götürək. Gedək əvvəlcə sənə şampun alaq, göz ağrıtmayan şampun alaq.
Sonra nə alaq? Oradan da gedirsən. Oradan da gedirik evimizə. Axşam yoxsa səhər? Axşam gedirik evimizə. Evimizdə də neynirik? Köpürərik. Köpük vannası eləyirik. Şampunluyuruq saçlarımızı, başlarımızı qəşəng-qəşəng. Sən də girirsən belə suyun içində üzürsən. Amma o vaxta kimi imkan ver, biz danışığımızı bitirək, sualların qalıb. O suallarca sabah da gəlməyəcək ki, təzədən çəkilişə. Hı? Tamam. Sabah burada deyilik. Sabah da buradayıq. Niyə? Amma çəkiliş burada yoxdur. Nənə, sən iynə taxanda görürsən hər şeyi. Mən eynək taxanda daha çox yazıları yaxşı görürəm. Amma eynək taxanda daha çox səni də qəşəng görürəm. Bax belə yaxına gəlirəm, bax belə baxıram eynəklə. Çox gözəl görürəm. İnsanlar yaşlaşanda gözləri zəifləyir. Amma elə uşaqlar var ki, onların da gözləri zəifdir. Çünki vaxtında vitamin yeməyiblər, içməyiblər, düzgün qidalanmayıblar. Ona görə olan gözləri biraz zəifləyib. Amma mənimki qocalıqdandır, de gəlsin. Mənim gözüm kol olub. Niyə? Açıq taxmaq istəyir. Hə, indi keç o tərəfə, oradan de sözünü. Mən açıq taxmaq istəyirəm. Ay dostlar, qoyursunuz. Ay dostlar, demək bu uşağın 188 ildən indiyənə qədər eynəyimi qırıb, dağıdıb alınan eynələr. Bu uşaq eynək xəstəsidir. Amma onu da deyim ki, çalışıb keyfiyyətli eynək, gün eynəyi almaq lazımdır. Alanda ki, uşaqların gözlərinə xələl gətirməsin. Və mən bütün insanlara buradan üzümü tutub deyirəm ki, ömür, mən sənə eynək verəcəm. Amma gün olanda, gün çıxanda. Gün olmayanda biz o eynəyi niyə taxmalıyıq ki? Sən iynə taxırsan. Mən eynəyi taxıram gün olanda, amma o birisini yazı yazanda, oxuyanda, onda taxıram. Maşallah olsun, sənin gözlərinə nə olub ki? Nənə, mən balaca alasam açki. Mən sənə söz verirəm, mən sənə açki, eynək alacam. Hardan? Yəqin ki, mağazindən. Hə. Evə gedəndə? Onu da qoydu boynuma. Yəni biz artıq marketdən həm də eynək almalıyıq. Belə başa düşdüm. Nənə, labrana haçaq gedirik. Nabrana. Nabrana biz həmişə haçaq getmişik yayda. Yaya çox az qalıb. İyun ayının sonundan etibarən artıq bizim müəssisənin də bağ mövsümü başlayacaq. Bu da Xaçmaz rayonunun Nabran qəsəbəsində olan yay evimizdə, bağ evimizdə olacaq. Ömür oranı çox sevir və sizləri də orada qonaq gözləyirik. Hətta ola bilsin ki, Azərsun Holding və Media Balansın dəstəyi ilə çəkilən bu verilişin biri də və ya ikisi elə bizim yay bağ evimizdə həyata keçiriləcək. Ona görə bizi izləyin. Məni yox, ömrü izləyin. Və bu arada onu da deyim ki, Azərsun Holding, Media Balans davamlı olaraq bu ilin sonuna qədər bizim bu çəkilişlərimizi və sosial mesajlarımızın cəmiyyətə ötürülməsində bizimlədir, bizə dəstəkdir. Nənə, alarsan ki, mahnı oxuyam. Oxu getsin. Quşlar, nə gözəl quşlar, quşlar, nə gözəl quşlar, bəh, nə gözəl oxuyur. Eşq olsun. Əgər bunu mənim üçün yazmısansa, sənə eşq olsun. Ada o danqadaranga eləmədə başım getdi. Ömür, yellənmə, qurban olum. Ömür, axırıncımızdır. Mənim balam baldadır. Oxuyaq o mahnını. Mənim balam baldadır, baldadır, baldadır. Nənələrə nə deyək biz buradan? Nənələrə bax, nə deyək buradan? Sən mənim balımsan. Nənələr, nəvələrinizə deyin ki, sən mənim balımsan. Sonra nə deyək?
Sən mənim şəkərimsən. Sən mənim şəkərimsən. Sonra nə deyək? Düz otur nənə. Sən mənim eşya sıpamsan. Sən mənim eşək sıpamsan. O mənim sözümdür. Yox, amma biz onu nənələrə deməyək də. Nənə demirəm ki. Hə, yox da başa düşdüm. Yəni mənim dilimdən demə də. Düz otur. Kamera səni çəksin, qəşəng görsünlər ki, həqiqətən sən eşək sıpası deyilsən. Hə, Ömür, nənə qurban. Bəs analara, atalara nə deyək burdan? Deyirəm ki, gəlin ömrü aparın. Gəlin ömrü aparın. Əziz analar, əziz atalar. Ömrün timsalında övladlarınıza həmişə sahib çıxın. Sevin onları. Onları dinləyin. Onların dostu olun. Onlara dəstək olun ki, ömür belə çağırış etməsin. Amma ömrün mütləq ardıca gələn ailəsi olacaq. İndi biz buradan çox sağ ollarımızı da eləməliyik də. Düzdür? Hələ deyəni, hələ yox da. Çox sağ olun. Çox da razıyam. Aferin. Əzək çəkib iştirətdiniz. Əzansın əmi, çox sağ ol. Aferin. Ümidlər açılır hər səhərimiz. Ahıyır eşidiz Bizim nəğməmiz sevgimizlə doludur içi qəlbimiz. Özgə uşağı olmur bunu bilinsiz. Sevgimizlə doludur kiçik qəlbimiz. Özgə uşağı olmur bunu bilinsiz. Na 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 na. Özgə uşağı olmur bunu bilinsiz. Na 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 na. Özgə uşağı olmur bunu bilinsiz. Sağ olun. Sağ olun. Ömür verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür.